Salam, dəyərli izləyicilər. İndi sizə 25 yanvar 2026-cı il tarixində OTK tərəfindən keçirilmiş buraxılış sınaq imtahanının riyaziyyat suallarının izahatını verəcəm. Başlayaq ilk sualdan. İlk sualımız belədir. 1, 2, 3, 4, 6, 9, 9 sırasının moda və medianın həndəsi ortasını tapın. Moda ən çox təkrarlanan elementdir. Ona görə moda artıq görünür ki, burada moda 9-dur. Medianı tapmaq üçün kiçikdən böyüyə doğru sıralamaq lazımdır. Kiçikdən böyüyə doğru sıralanıb. Əgər elementlərin sayı cüt sayda olarsa, ortancıl ikisinin cəminin yarısı median olur. Yox, əgər elementlərin sayı tək saydadırsa, median ortancıl əddə bərabərdir. İndi baxaq. 1, 2, 3, 4, 5, 6, 7. Tək sayda element olduğu üçün median düşəcək burada 4-ün üzərinə. Yəni ortancıl 4-dür. Yəni median 4-dür. Bu ikisinin həndəsi ortası soruşduğu üçün, həndəsi orta olacaq 2 ədəd olduğu üçün kök altında dərəcə 2 olacaq. 9 vur 4. Kökdə 36 və nəticə olacaq 6. Doğru cavabımız burada C variantı 6-ya bərabərdir. İkinci sualımız. ABCD proqramının təpə nöqtələrinin koordinatları verilib. A plus B cəmini soruşur. İndi proqram çəkirəm mən burada. Deməli, A təpə nöqtəsinin koordinatları 2, mənfi 2. B təpə nöqtəsinin koordinatları mənfi 4, 6. C təpə nöqtəsinin koordinatları isə mənfi 1, 3. D təpə nöqtəsinin koordinatları isə A və B-dir. Proqramın diaqonallarını çəksəm əgər, diaqonalları çəkdik. Diaqonallar kəsişmə nöqtəsində yarıya bölünür. Deməli, O nöqtəsinin koordinatları A və C-nin koordinatları cəminin yarısıdır, ya da B və D-nin koordinatları cəminin yarısıdır. Yəni, onun x-i A və C-nin x-lərin cəminin yarısı və ya da B və D-nin x-lərin cəminin yarısı. O nöqtəsinin y-i A və C-nin y-ləri cəminin yarısı və yaxud da B və D-nin y-ləri cəminin yarısına bərabərdir. Ona görə yaza bilərik ki, deməli, A-nın x-i ilə C-nin x-ini toplasaq, 2 üstə gəlir mənfi 1 bərabər olmalıdır B nöqtəsinin x-i ilə D nöqtəsinin x-inin cəmi mənfi 4 plus A-ya. Buradan çıxır ki, 1 plus 4 bərabərdir A-ya. A alınır 5. A-nı tapdıq 5. İndi keçirik A nöqtəsinin y-nə. A nöqtəsinin y-nə C nöqtəsinin y-ni toplasaq, mənfi 2 plus 3 bərabərdir B nöqtəsinin y ilə D nöqtəsinin y-nin cəminə 6 plus B-yə. Buradan da çıxır ki, deməli, B bərabər olacaq neçə? Mənfi 5. B də mənfi 5. A müsbət 5 idi. B də mənfi 5. Cəmləri soruşduğu üçün nəticə olacaq nə? D variantı. Doğru cavab burada D-yə bərabərdir. Otuz üçüncü sual. ABC üçbucağında BD tənböləndir. DY AB-yə paraleldir. B-ni bizə verib 3, YC-ni verib 6. AB tərəfinin uzunluğunu soruşur. Burada x deyirəm. Burada nəyə baxırıq? BD tənbölən verib. Bura alfadırsa, burada alfadır. DY AB-yə paralel olduğu üçün ABD bucağı ilə BDY bucağı çarpaz bucaqlardır. Burada olacaq alfa. Baxırıq ki, B7 bərabər yanlı üçbucaqdır. B-yə üstdürsə, 7 də olacaq 3. Digər tərəfdən də bizə paralel şərti verdiyi üçün buradakı bu bucaqla bu bucaq uyğun bucaqdır. Eyni zamanda B bucağı ilə də Y bucağı nədir? Uyğun bucaqdır. Onda bu üçbucaqlar oxşardır. İki bucaq eyni olduğu üçün üçbucaqların oxşarlıq əlaməti, BB əlaməti, bucaq əlaməti. Onda yazırıq üçbucaq A, B, C oxşardır üçbucaq. A bucağı kiçikdə D bucağıdır. B bucağı kiçikdə Y-dir. D, Y, C oxşardır. İndi yazırıq AB-nin D-yə nisbəti bərabərdir BC-nin YC nisbəti. AB bizdə x-dir. X. DY bizdə 3-dür.
BC bizdə 6-ın 3-ün cəmi 9-dur. YC isə bizdə 6-dır. Buradan alınır ki, 6x bərabərdir 27. 3'ə bölsək 2x olacaq 9. X olacaq 4,5. Yəni doğru cavabımız burada A variantı 4,5'ə bərabərdir. Növbəti 34-cü sual. Trigonometri tənlikdir. Tənliyi həll edin soruşur. Burada sol tərəfi sağa keçirsəm, alınacaq 1 çıxılsın 2 sinus kvadrat x böl 2 bərabərdir 0. 1 çıx 2 sinus kvadrat x böl 2 bizə verəcək kosinus x-i. Kosinus x bərabərdir 0. Kosinus 0'ı alır 90'da və 270'də. Ona görə 90 plus pk yazırıq. Doğru cavabımız olacaq A variantı. 35-ci sual. ABC düzbucaqlı üçbucağında ACB 90 dərəcədir. Bucaq B 40 dərəcədir. C mediandır. C mediandırsa, deməli düzbucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısıdır. Median çəkili tərəfi yarıya bölür. Düzbucaq təpəsindən çəkildiyi üçün CM də AM və MB-yə bərabərdir. Bura 40 dərəcədirsə, burada olacaq 40 dərəcə. 40 bura olacaq 80 dərəcə. Xarici bucaqda 80 dərəcə. Bizə də AMC 80 dərəcəni soruşur. Doğru cavab C variantı. 36-cı sual. Hansı qrafik funksiyasının qrafiki ola bilər? Burada nəyə baxırıq? Üslü funksiyadır. Əsas köşdə 3 plus 1'dir. Köşdə 3 plus 1'dir. Və əsas baxıram ki, 1-dən böyükdür. Əsas 1-dən böyük olanda bu artan funksiyadır. A üstü x'in də qrafiki, yəni əsas 1-dən böyük olanda qrafiki B variantında verilib. Qrafiki bu şəkildədir. 37-ci sual. X 1-dən kiçik olduqda ifadəsini sağlaşdırın. Əvvəlcə bura baxırıq. İkinci köşünün altındakı ifadə x çıx 2'nin kvadratıdır. Dərəcə cüt olduğu üçün burada modul çıxır. Modul x çıx 2. Baxırıq ki, x 1-dən kiçikdir. X 1-dən kiçiksə bura mənfidir. Deməli, yer dəyişib çıxmalıdır ki, müsbət olsun. 2 çıx x. Gətirib yerinə yazırıq. X kvadrat çıx x çıx 1 üstəgəl 2 çıx x. Bu da bərabərdir. X kvadratı çıx 2x plus 1. Bu da bərabər kök altında x çıx 1'in kvadratı. Yine burada modul çıxacaq. Modul x çıx 1. Modul x çıx 1. X 1'dən kiçik olduğu üçün bura mənfidir. Demək, yer dəyişib çıxmalıdır ki, müsbət olsun. 1 çıx x. Yəni doğru cavabımız A variantı 1 çıx x-ə bərabərdir. 38-ci sual. A və B ədədləri verilib, əlkub AB-ni soruşur. Deməli, əlkub tapanda ortaqların ən böyük qüvvətlərini götürmək lazımdır. Baxın, 2 üstü 1'dir, 2'nin kvadratı. Deməli, 2'nin kvadratını götürmək lazımdır. 3'tür, bir də 3'ün kvadratı. 3'ün kvadratını götürmək lazımdır. Bir də ortaq olmayanları da əlavə etmək lazımdır. 5'in kvadratı ortaq deyil. Bir də vur 5'in kvadratı. Bu da bərabərdir. 4 vurulsun 9 vurulsun 25. Və nəticə olacaq neçə? 900. Doğru cavab nədir? Burada C variantı. 39. Bərabərçiliyini ödəyən tam ədədlərin cəminidir tapın. Deməli, burada nə edəcəyik? Burada intervallar üsulunu yazacağıq. Deməli, sürətin kökü 9 və bərabərlik olduğu üçün 9 dolu olacaq. 9. Məxrəcin kökü 3'dür və məxrəcin kökü boşluq içində olacaq. Məxrəc 0 ola bilməz deyə 3 boşluq içindədir. Ədəd oxu bölündü 3 hissəyə. 9'dan sağda x'in yerinə 10 yazsam, x'in yerinə 10 yazanda sürət mənfi, məxrəc müsbət, nəticə mənfi olur. 3'dən 9 arasında, məsələn 5 yazsam x'in yerinə, sürət də müsbət, məxrəc də müsbət, nəticə müsbət olacaq. 3'ün solunda x'in yerinə 0 yazsam, sürət müsbət, məxrəc mənfi, nəticə ilə mənfi olacaq. Bizə müsbət lazımdır, böyük bərabər 0. Yəni mənfi olmayan hissə lazımdır. 3 daxil deyil, 9 daxildir. Yəni bu intervallıdır. Tam ədədlərin cəmini soruşur. 4, 5, 6, 7, 8, 9. Bunların cəmini soruşur. Deməli, bura 15 edir. Burada 15 edir. 30, 39. Doğru cavabımız C variantı. 39'a bərabərdir. 40-cı sual. ABCD trapeziyasında AB 5, BC 3, CD 4 köşdə 2 olarsa
və eyni zamanda bucaq beni də verib 45 dərəcə. AD oturacağını soruşur, nəyə bərabərdir? Burada nə edəcəm? C təpəsindən hündürlük çəkirəm, C təpəsindən. Eyni zamanda B təpəsindən hündürlük çəkirəm. Bu şəkildə. Bura 3 isə aşağı burada olacaq 3. Bura 45 dərəcə olacaq. Deməli, bərabəryanın düz bucaqlı üçbucaqda hipotenuz katetin kökdə 2 mislidir. Hipotenuz burada 4 kökdə 2 olduğu üçün deməli katet olmalıdır 4. Burada 4. Bərabəryanlı olduğu üçün. Burada 4 isə burada 4. 5, 4 Pifaqordan çıxacaq. Bura 3. İndi bizdən oturacağı soruşur. Oturacağı da buradan görünür. 3 plus 3 plus 4. Nəticə olacaq 10. Doğru cavab burada A variantı 10'a bərabərdir. 41-ci sual. İfadəsini sadələşdirin. Sürətdə ilk ikisində baxırıq ki, ortaq x kvadratdır. X kvadrat çıxarsam mütərizə xaricinə x plus y qalır. Burada mənfini çıxarsam mənfi x plus y bölünsün. Məxrəcdə də x-i çıxarsam mütərizə xaricinə x kvadrat çıx 1. İndi sürətdə ortaq x plus y var. Çıxarsam mütərizə xaricinə birincidə qalır x kvadrat, ikincidə qalır çıx 1. X vurulsun, x kvadrat çıx 1. Bunlar x-lar gedir və nəticə qalır x plus y-in x-ə nisbəti. Yəni doğru cavabımız nədir burada? D variantı. 42-ci sual. Tənlinin köklərindən biri m olarsa, tənlinin kiçik kökünü tapın. Tənlinin köklərindən biri m'dir. Baxırıq, tənlinin kökləri cəmi bərabərdir m plus 1-ə. Yəni tənlik çevrilmiş kvadrat tənlikdir. Kökləri cəmi ikinci həddin əmsalının əksidir. Kökləri hasil isə nədir? 5-ə bərabərdir. Köklərdən biri m'dir. Yəni bu m olsa əgər, m olsa, deməli buradan çıxır ki, x2 1-dir. x2 1-dirsə, deməli x1 5 olmalıdır. 5. Kiçik kök soruşur burada. Doğru cavabımız Y variantı 1-ə bərabərdir. Yəni kökün biri 1-dir, biri də 5-dir. 43-cü sual. İfadəsinin qiymətini tapın. 0,2, 9'da 2 deməkdir. 1 bölünsün 9'da 2, üstəgəl 1 bölünsün 9'da 7. Bu bərabərdir. 2'də 9, üstəgəl, üzr istəyirəm, burada 9'da 7 yazmışam. 9'da 5'dir. Üstəgəl 5'də 9. 5'də 9. Bu da bərabərdir. 9 vurulsun. 9 vurulsun. 2'də 1'in üzerine 5'də 1 gəlməliyəm də. 2'də 1 plus 5'də 1. 9 vurulsun. 2'də 1'in üzerine 5'də 1 gələndə 10'da 7. 10'da 7. İndi 9 vur 10'da 7 aldıq. Bu mütərizənin nəticəsi. 9 vur 10'da 7'ni bölməliyəm nəyə? Bölməliyəm 9'da 7'yə. Bu da bərabərdir. Bu da bərabərdir. 9 vur 7 böl 10 vursun ikinci tərsi. 7'də 9. 7'də 9. Burada 7'lər ixtisar edir. Qalır 81'in 10'a nisbəti. Yəni 8/10'da 1 olacaq. Doğru cavabımız D variantı. 44-cü sual. Deyir ki, ifadəsinin qiymətini tapın. Tangens 60 dərəcə bölünsün sinus 20 dərəcə çıx 1 kosinus 20 dərəcə ifadəsinin qiymətini tapın. İndi tangens 60 dərəcə. Tangens 60 dərəcəni yaza bilərik. Sinus 60 böl kosinus 60 yaza bilərik bu şəkildə. Sinus 60 böl kosinus 60 şəklində yaza bilərik. Orta məxrəc əvvəldə gətirək. Orta məxrəc. Orta məxrəc nə olacaq? Sinus 20 kosinus 20 dərəcə. Onda alınacaq tangens 60 dərəcə kosinus 20 dərəcə. Çıx sinus 20 dərəcə. İndi bu da bərabərdir. Tangens 60'ın yerinə sinus 60 və kosinus 60 yazsaq, tangens 60'ın yerinə sinus 60 və kosinus 60 yazıram. Yazanda alınacaq sürətdə sinus 60 kosinus 60 kosinus 20 çıx sinus 20. Bölsün sinus 20 vur kosinus 20. Sürətdə məxrəcdə kosinus 60'a vuracam. Kosinus 60'a vuranda sürətdə alınır sinus 60
kosinus 20 çıxılsın sinus 20 kosinus 60. Həm sürət həm mərhəci kosinus 60-a vururam. Dönsün sinus 20 kosinus 20 vur kosinus 60. Sürətdəki ifadə bizə verir sinus alfa çıx beta. Yəni sinus 60 çıx 20. Məxrəzdəki bu hasili yazıram. 2'də 1 sinus 40 dərəcə. Vursun kosinus 60'da yazıram 2'də 1 şəkildə. Yəni, qiyməti 2'də 1'dir. Sürətdə alınır sinus 40. Məxrəzdə alınır 4'də 1 sinus 40. Sinus 40'lar ixtisar gedəcək. 1'in 4'də 1'ə nisbəti nəticə olacaq 4. Yəni doğru cavab burada 4'ə bərabərdir. Doğru cavab 4'dür burada. Qırx beşinci sual. Deyir ki, çoxluğun 2 elementli A çoxların sayı 3 elementli A çoxların sayı neçə faizdir? Deməli 1, 2, 3, 4, 5, 6 element var da. 2 elementli A çoxluq kombinizon 6'dan 2'dir. Deyir ki 2 elementli A çoxların sayı 3 elementli A çoxların sayı neçə faizdir? Bölsün kombinizon 6'dan 3. 3 elementli A çoxların sayının neçə faizidir? Vurulsun 100 faiz. Bunu hesablamaq lazımdır. Kombinizon 6'dan 2 6 faktorial bölsün 4 faktorial vur 2 faktorial. 6 vur 5 vur 4 faktorial bölsün 4 faktorial vurulsun 2'ye. Bu 15'e bərabərdir. Kombinizon 6'dan 3 6 faktorial bölünsün 3 faktorial vur 3 faktorial bərabərdir. 6 vur 5 vur 4 vur 3 faktorial bölünsün 3 faktorial. Digər 3 faktorial yazıram 6 şəkildə. Bunlar getdi, bunlar getdi. Bu da 20. Deməli 15 bölü 20 vur 100 faiz. Bu da bərabər olacaq neçə? Artı burada görünür ki 75 faiz edir. Doğru cavab burada 75 faizə bərabərdir. 75 faiz. Gəldi 46-cı sual. ABC'de 4 bucaqlısının xaricinə çevrə çəkilmişdir. Bucaq A ilə bucaq D-nin fərqinin dərəcə ölçüsünü soruşur. Əgər 4 bucaqlının xaricinə çevrə çəkilibsə, qarşı bucaqların cəmi olmalıdır 180. Ona görə də bucaq D olacaq. 180'dən çıxmalıyıq 85'i. 85'i çıxmalıyıq. Bu olacaq neçə? 180'dən 85 çıxanda 95 dərəcə. Bucaq A da olacaq. O 180'dən çıxmalıyıq. Nəyi? 65'i. 65. Bu da 115 dərəcə. 115 dərəcə. İndi 115 ilə 95'in fərqini soruşur. Bu da məlum məsələ neçədir? 20 dərəcə. Yəni doğru cavabımız burada 20 dərəcəyə bərabərdir. Yəni deyirəm 4 bucaqlının xaricinə çevrə çəkilibsə, qarşı bucaqların cəmi mütləq 360 olması lazım. 47-ci sual. Tənliyini həll edin. Deməli, loqaritm kökdə 2 əsasdan x belə yazıram. Loqaritm 2 üstü 2'də 1 əsasdan x. Loqaritm 2 əsasdan x. 2 loqaritm 4 əsasdan x yazıram. 2'nin kvadrat əsasdan x. Bərabərdir 32. İndi əsasın qüvvəti tərs şəkildə qabağa gəlir. Tərsi 2 deməkdir. 2 loqaritm 2 əsasdan x. İşte loqaritm 2 əsasdan x. Burada da əsasda qüvvət var. Tərs şəkildə. Yəni o gələcək məxrəcə. Yəni 2 böl 2. Loqaritm 2 əsasdan x. Bərabər nəyə? 32. İndi baxaq. Burada 2'lər gedəcək ixtisar. 1, 1. Alınacaq 4 loqaritm 2 əsasdan x. Bərabər 32'yə. Loqaritm 2 əsasdan x bərabər olacaq. 32'nin 4'ə böləndə 8. X'imiz də olacaq 2 üstü 8. 2 üstü 8 də bizə verir 256. 256. Deməli doğru cavabımız burada olacaq 256. Keçən növbəti sualımıza. Növbəti sualımız 48-ci sual. Tərəflərin uzunları tam ədədlər olan ABCD və MNKD kvadratları üçün işləmiş hissənin sahəsi 23 olarsa,
m'in KD kvadratının perimetrini soruşur. İndi bura nəyə baxırıq? Burada mən bura x desəm, x. Burada y desəm, y. Deməli, indi deyir ki, burada ABCD və MNKD kvadratdır da. Kvadrat. Deməli, bura y-dir. Burada y-dir. Burada x olacaq da. X. Deməli, şərtlənmiş hissənin sahəsini tapmaq üçün x plus y-in kvadratından çıxma lazımdır y-in kvadratını. Bu da bərabər nəyə? Bu da bərabər 23-ə. X kvadrat üstəgəl 2xy üstəgəl y kvadrat çıx y kvadrat bərabər 23-ə. 23. Y kvadratlar gələcək. X vurulsun x plus 2y bərabərdir 23. 23-də yaza bilərik 1 vur 23. 1 vur 23. Baxın, buradan görünür. Deməli, mən x-in yerinə mütləq 1 yazmaq lazımdır. X olacaq 1. X 1 isə x plus 2y də olacaq 23. 23. X 1 olduğu üçün deməli 2y olacaq 22. Y də olacaq neçə? 11. Y də 11. Y 11. Bizdən soruşur MNKD kvadratın perimetri. Tərəf 4 olduğu üçün, daha doğrusu tərəf y olduğu üçün perimetri olacaq 4y. 4 dəfə 11 cavab olacaq 44. Doğru cavabımız burada 44-ə bərabərdir. Qırx doqquza keçirik. Deyir ki, bayram üçün hazırlanmış hədiyyə qutularının 5-dəki hissəsi hər gün 40 qutu, qalan hissələri isə hər gün 50 qutu paylamaqla 44 günə bitirilməlidir. Hədiyyə üçün hazırlanmış qutuların ümumi sayını tapın. Ümumi sayını. Maraqlı bir sualdır. Ümumi sayına mən x deyirəm. İndi deyir ki, bayram üçün hazırlanmış hədiyyə qutularının 5-dəki hissəsi hər gün 40 qutu. Yəni 5-dəki hissəsi hər günə 40 qutu paylamaqla, qalan hissəsi isə hər gün 50 qutu paylamaqla 44 günə bitirilməlidir. 44 günə bitirilməlidir. Hədiyyə üçün hazırlanmış qutuların ümumi sayını tapın. Maraqlı bir sualdır burada. İndi hədiyyə qutularının sayına demişəm x. Deməli, x-in 5-dəki hissəsi böləcəm 40-a. Bu günlərin sayıdır da. Elə ki, hər gün 40 qutu olduğu üçün, 40 qutu satıldığı üçün 5-dəki hissəsini, yəni 40-a bölməliyəm ki, buradakı günlərin sayı tapılsın. Qalan hissəsi, yəni x-in 5-də 3 hissəsi də 50 qutu paylamaqla və cəmi deyir ki, 44 günə bitirilməlidir. 44 günə. İndi biz bunu həlləməliyik. Burada hər tərəfi mən 200-ə vursam, hər birini 200-ə vursam, deməli, birincini 200-ə vuranda alınacaq, 200-ə vuranda, gör neçə alınır? 200-ə vursa, birinci kəsri, və daha sada formada birinci yazaq. Deməli, 2x bölünsün, 200 burada alınır. Baxın, 5 düşdü aşağı, 200 alınır. Üstə gəl, burada da 3x bölünsün 250, bərabərdir 44. İndi 200-ə yox, başqa bir ədədə vurmalıyıq. Çünki artıq 200-dən 250-nin əkobu. 200-dən 250-nin əkobu 1000 eləyir. 1000-ə vursaq, birincini 1000-ə vuranda 5-ə ixtisar gedəcək. Daha doğrusu 200-ə ixtisar gedəcək, 5 qalacaq. 5-i 2x-ə vuranda 10x. İkincini 1000-ə vuranda 1000-lə 250 ixtisar edir, 4 qalır. 12x. Bərabər 4000. 1000-ə vuranda 44000. Burada alınır 22x bərabərdir 44000-ə. X bərabərdir 2000. Deməli, hədiyyə qutuların sayı 2000-ə bərabərdir. 2000-ə bərabərdir. Doğru cavab burada 2000-dir. 50-ci sual. ABCD rombunda A-ın MB-yə bərabərdir. M-in də AD-yə perpendikulyardır. İndi bu şəkli biraz böyük çəkim. Çünki görə bilmirəm hal-hazırda. Neyəcək orada? Deməli, bu rombumuz olsun bu şəkildə.
Bura 90 dərəcə verib. 90. N, B, A, C, D. Deyir ki, AI'm MB'ye bərabərdir. M'in də AD'ye perpendikulyar. A'ni verib 2. A'ni 2 verib. N'ini verib 6. 6. C'nin parçasının uzunluğu soruşur. C'nin parçasının uzunluğu nəyə bərabərdir? İndi baxırıq ki, rombun tərəfi neçədir? Rombun tərəfi 8-dir. Yəni, bura 4, bura 4 olacaq. Bura 4. 4. Burada 8 olacaq. 8. Burada 8. İndi burada nəyə fikir vermək lazımdır? Baxırıq ki, AM'in düz bucağı 3 bucaqdır. 90'ın qarşısı 4'dür. Bu bucağın qarşısı yarısı. Deməli, bu bucaq 30 dərəcədir. Bura 30'sa, bura olacaq 60 dərəcə. Bura 60'dırsa, bura olur 120 dərəcə. 120 dərəcə. İndi həmin hissəni ayrıca burada çəkəcəm. Ayrıca. Deməli, bura 4'dür. Bura 8'dir. Bizdən də soruşur. Cem, buranı soruşur. Burada 120 tapmışıq. İndi mən bunu kosinuslarla yazmayacağım. Biraz uzadacağım bu şəkildə. Belə uzadacağım. Yəni 90 dərəcə deyəcəm bura. Bura 120 olduğu üçün bura 60 olacaq. Bura olacaq neçə? 30. 30. 90'ın qarşısı 8 isə 30'un qarşısı 4. 60'ın qarşısı olacaq 4 köşdə 3. İndi bura 8'dir, bura 4 köşdə 3'dür. Pifaqor terimindən yazacağım. X kvadrat bərabərdir 4 köşdə 3'ün kvadratı üstəgəl 8'in kvadratı. X kvadrat bərabərdir 4 köşdə 3'ün kvadratı 48. Üstəgəl 8'in kvadratı 64. Burada hesablasaq 4'ü mütərizə xaricinə çıxartsam, hətta 16'nı çıxartsam mütərizə xaricinə 3 plus 4. X kvadrat bərabərdir 16 vur 7. X olacaq 4 köşdə 7. Yəni doğru cavabımız burada 4 köşdə 7'ye bərabərdir. Doğru cavab burada 4 köşdə 7'dir. Maraqlı bir sual idi. Ümid edirəm ki, hesabına səhv eləmədik. İndi gəlir yerlə birinci sual. Deyir ki, bərabərliklər sisteminin yeganə həlli olarsa m çıx n fərqini tapın. Deməli, nə alınır burada? 2x böyük bərabər m çıx 3. Deməli, x böyük bərabər m çıx 3'ün 2'ye nisbəti. İkincisindən alınır 2x kiçik bərabər m plus 4. X kiçik bərabər m plus 4'ün 2'ye nisbəti. Yeganə həlli olması üçün bunların bir-birinə bərabər olması lazım. Yəni, məsələn, 5 olsa x 5'dən böyük bərabər və yaxud da x kiçik bərabər 5. Yalnız 5 deyir deyəm. Deməli, bunlar bir-birinə bərabər olması lazım. M çıx 3'ün 2'ye nisbəti bərabərdir m plus 4'ün 2'ye nisbəti. Buradan çıxır ki, m çıx 3 bərabərdir m plus 4'ə. Buradan çıxır ki, m çıx n bərabərdir 7. Yəni, doğru cavabımız burada 7'ye bərabərdir. Gəlir, çatdıq 52'ye baxırıq. Deyir ki, çevrə ABC bərtəfli üçbucağının AB tərəfinə D nöqtəsinə toxunub, C təpə nöqtəsindən keçir, BY-ni verib 4. BY 4. YC-ni də verib 5. YC-ni də 5. AD parçasının uzunluğunu soruşur. Nəyə bərabərdir? AD parçasının uzunluğu. İndi burada AD parçasının uzunluğu soruşur. Maraqlı bir sual. Mən BD-ni tapa bilərəm də, rahatdır. Bura mən x desəm, x kvadrat bərabər olacaq 4 vurulsun 4 plus 5. Niyə? BD toxunandır, BC də kəsəndir. Düstur yazdım, bu alınır. X kvadrat bərabərdir 4 vurulsun 9'a. X kvadrat alınır 36 və x alınır 6. X 6. Bərtəfli üçbucaq dediyi üçün BC 9'dur. BC 9 ise deməli AB də 9 olması lazım. X 6 olduğu üçün deməli AD olacaq 3. Yəni doğru cavab burada 3'e bərabərdir. 53-cü sual. Deyir ki, funksiyanın qrafiki absis oxunu A və B oradan toxunu isə C nöqtəsində kəsir. A nöqtəsinin koordinatlarını verib 2, 0. 2, 0. B və C nöqtələrin absisləri cəmini soruşur. B və C nöqtələrin absisləri cəmi. İndi aydın məsələ ki, C nöqtəsinin absisi 0 olacaq. Çünki oradan toxunu C nöqtəsində kəsir deyir.
İndi keçək digər məsələyə. A psixon 2 sıfırda kəsirsə, x ilə 2 yazanda sıfıra getməlidir. Onda alınacaq 0 bərabər x ilə 2 yazanda 4 çıx a plus 1 vur 2 plus a çıx 4. Baxaq, 4'lər getdi burada. 0 bərabərdir mənfi a, mənfi daha doğrusu 2a, mənfi 2a çıx 2 plus a qalır. Yəni 4'lər gedir. 4'lər gedir. Mənfi 2a çıx 2 plus a qalır. Buradan alınır ki, sola getirsək, alınır a bərabərdir nəyə? A alınır mənfi 2'yə bərabər. A mənfi 2'dir. A-nı tapdıq mənfi 2. Yerinə yazsaq, fx bərabər olacaq. A yerine mənfi 2 yazanda x kvadrat. A yerine mənfi 2 yazanda plus x çıx 6. İndi bu da nə deməkdir? Bu da x plus 3 x çıx 2 deməkdir. Baxın, kökün biri 2 çıxır. Biri 2'dir. 2 0 onu vermişdi başda. Digərdə mənfi 3 0'dır. İri oxunun kəsdiyi yerdə iri oxunun kəsdiyi yer. Bana deyir ki, oynadığımız C nöqtəsi kəsir. İri oxunun kəsiri deməli F0 tapmaq lazımdır. F0'da nə olacaq? Mənfi 6. İndi deyir ki, B və C nöqtələrin apsislərin cəmi. B və C nöqtələrin apsislərin cəmi. İndi baxırıq. B nöqtəsi budur da. C nöqtəsi də budur. Apsislər cəmi olacaq mənfi 3. Doğru cavabımız burada mənfi 3'ə bərabərdir. Burada yazar geçsin. Doğru cavab mənfi 3'dür. 54-cü sual və sual belədir. Deməli, ABC nöqtələri verilib, AB vektoru ilə AC vektorunun çıxar hasilini soruşur. AB vektoru, baxın, son nöqtə nədir? Son nöqtə B'dir. B'dən A'nın koordinatları çıxmaq lazımdır. 2'dən mənfi çıxanda 3, 3'dən 4 çıxanda mənfi 1. Sonra AC vektoru. AC son yenə C'dir burada. 5'dən mənfi 1 çıxanda 6, mənfi 6'dan 4 çıxanda mənfi 10. İndi skalar hasılı nə deməkdir? 3'ü x-x'e vuracağım 18. Üzerine gəlməliyəm irilərin hasili. Mənfi 1'i mənfi 10'a vuranda 10. Nəticə olacaq 28. Yəni doğru cavab burada 28'e bərabərdir. 55-ci sual. Bütün hədləri müsbət olan ədəd sisteminin ilk 3 ardıcıl həddi deyir buna bərabərdir. Sizə fərqini soruşur. Deməli ilk 3 ardıcıl həddi olduğu üçün ortancıl 2 misli, ortancılın 2 misli kənar hədlərin cəmi olacaq. Yəni x üstəgəl 3x üstəgəl 4. 2x kvadrat çıx 2 çıx 4x çıx 4 bərabər 0. 2x kvadrat çıx 4x çıx 6 bərabər 0. Hər birini 2'yə bölsəm x kvadrat çıx 2x çıx 3 bərabər 0. Bu da nə deməkdir? X çıx 3 x plus 1 deməkdir. Bərabər 0. X'in biri 3 alınır. Digəri isə mənfi 1 alınır. Yəni bütün hədləri müsbət dediyi üçün x'imiz mənfi ola bilməzdir. Yenə görə mənfi alınacaq hədd. Deməli x'imiz 3'dür. Yenə yazsaq 3, 8 və 13 alınır. Buradan görünür ki, sistə fərqi neçədir? Sistə fərqi 5'dir. Yəni sistə fərqi D olacaq 5. Doğru cavabımız sistə fərqi 5'dir. Sualların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın. Ümid edirəm ki, hesabımda səhv olmadı. Tez bir şəkildə izah eləməyə çalışdım.